Salam Qurban bəy, hər vaxtınız xeyir olsun. Hər vaxtınız Xoş xeyir. gördük sizi. Çox sağ olun. Eşitdiyimizə görə bu yaxınlarda klipinizin təqdimatı olacaq. Nə vaxtda planlaşdırırsınız inşallah? Bəli, qısa müddət ərzində demək olar ki, günlər qalıb, həftələr də yox. Buradan izləyiciləri salamlayıram. Təbii ki, gündəmdə olan mahnı olacaq. Bu barədə daha da ətraflı bu işi ərsəyə gətirən prodüser Aytən xanıma daha çox suallar verə bilərsiniz. O daha da ətraflı məlumat verə bilər. İzləmədə qalın. Sadəcə onu deyirəm ki, əziz izləyicilər, əziz doğmalar, paylaşın, dəstək olun. Hər birinizin dəstəyini gözləyirəm. Müsahibə üçün təşəkkür edirik. İnşallah yeni klipinizdə uğurlar. Davamlı olarıq. Salam Aytən xanım. Hər vaxtınız xeyir. Xoş gördük sizi. Çox sağ olun. Hər vaxtınız xeyir olsun. Qurban bəylə klip barədə biz ətraflı şəkildə danışdıq, amma o bildirdi ki, daha ətraflı məlumatı Aytən xanımdan əldə edə bilərsiniz. Bu barədə sizdən eşitmək istəyirik. Hə, inşallah bu həftə artıq Qurban bəyin həm yeni mahnısı, həm də klipi eyni vaxtda, eyni anda, yəni artıq insanlara təqdim olunacaq. Qurban sevənlər, qurbanı izləyənlər yəqin ki, ona dəstək olacaqsınız. Bunu mən çox gözləyirəm və inanıram ki, bu mahnı və bu klip bu ilin yayının trendinə çevriləcək. Ardıca digər kliplər, digər mahnılar gəlir və o cümlədən bu klipdə dəstək olan bizə həm məkan baxımından, çəkiliş heyətinə, bəstəkara, söz musiqini, yəni yazana da çox-çox təşəkkür edirəm ki, müəyyən köməkliklər bizə göstəriblər. Onları artıq biz YouTube-da göstərəcəyik. Növbəti kliplərin davamını düşünürsünüzmü? Əlbəttə, artıq ikinci video roliki gəlir. O da yeni mahnıdır, sıfırdan yazılmış mahnıdır, söz bəstəkar mahnısıdır. Daha sonra isə yay üçün yeni bir hit hazırlanır. Artıq onun işləmələri gedir inşallah və inanıram ki, uğurlu olacaq. Təbii ki, siz dəyərli insanların dəstəyi ilə. Mən sizə təşəkkür edirəm. Var olasınız, səmərəli vaxtınızdan bizə ayırdınız. Təşəkkür edirik. Sağ olun.